Herkese salam. Bundan əvvəlki videoda bərabər üzlü tetraedrin həcmi haqqında bir düstur dedim və dedim ki, növbəti videoda isbatını verəcəm. Bugün hələ də düsturun isbatını verməyəcəm sizin üçün. Biraz da sizi intizarda saxlayacağım. Çünki orada mən dedim ki, bərabər üzlü tetraedrin həcmi bir hündürlüklərinin hasillərinin 3/1 mislinə bərabərdir. Düşündüm ki, ilk öncə sizə bərabər üzlü tetraeder nədir, onun haqqında məlumat verim və bərabər üzlü tetraederdə bir hündürlük, bir median necə tapılır, onu başa salın. Deməli, siz eşitmişsiniz ki, düzgün tetraeder aydın məsələdir ki, bütün tilləri eyni olan tetraederdir və bütün üzləri, sahaları eyni olan bərabər tərəfli üçbucaqlardan ibarətdir. Bir də var bərabər üzlü tetraeder. Bərabər üzlü tetraederdə bütün tillər bərabər olmur. Yalnız qarşı-qarşıya duran, yəni kəsişməyən tillər bir-birinə bərabər olur. Belə deyək, düzgün tetraeder bərabər üzlü tetraederin xüsusi bir halıdır. Lövhədə gördüyünüz şəkil, burada bir bərabər üzlü tetraeder təsvir olunmuşdur. İlk baxışdan sizə bir müstəvi figurunu xatırlada bilər. Məsələn, düzbucaqlı və yaxud da bir paralleqramı xatırlada bilər. Halbuki mən orada bir bərabər üzlü tetraeder təsvir eləmişəm. Gördüyünüz kimi kəsişməyən, qarşı-qarşıya duran tilləri nədir? Bir-birinə bərabərdir. Bugün göstərəcəm ki, bərabər üzlü tetraederdə bir median və yaxud da bir hündürlük necə tapılır. Bunun isbatını verəndən sonra növbəti videoda həmin o dediyim düsturun isbatını verəcəm. İndi isə vaxt itirmədən keçək isbata. Bərabər üzlü tetraederdə bir median necə tapılır? Bundan əvvəlki videolarda düzgün tetraederdə bir median nə idi? Onun haqqında məlumat vermişdim. Yəni artıq anlayışınız var ki, bir median nədir tetraederdə? Tetraederin kəsişməyən iki tilinin orta nöqtələrini birləşdirən parça edilərdən bir median. Bax, burada da M və K nöqtələri bu kəsişməyən tillərin nədir? Orta nöqtələridir. AB bərabərdir, A, BC bərabərdir, B, AC də bərabərdir, C olsun və burada qarşı-qarşıya duran tillər bərabər olduğuna görə burada A, burada B eyni qaydada, bax, bu B-də də nədir? C-yə bərabər olacaqdır. İndi biz AB-D üçbucağına fikir versək, BK burada nə olacaqdır? AD tərəfinə çəkilən median olacaqdır. O zaman medianın düsturundan biz istifadə eləsək, BK bərabərdir. Eyni qaydada bax, bu üçbucağında fikir versəniz, ACD üçbucağında CK da bu AD tərəfinə çəkilən median olacaqdır. O zaman BK bərabər deyilir, burada yazıram CK. Bu da bərabərdir. 2-də 1 vurulsun, kök altında medianın düsturunu yazıram. 2A kvadratı üstə gəlinsin 2C kvadratı